təşəkkür edirəm bunu işıqlandırdığınız üçün. Preklimakterik və klimakterik dövründə əlbəttə ki, qadınların orqanizmindəki hormonal balans dəyişir, estrogenlərin səviyyəsi aşağı düşür. Bəli, bu zaman sinir sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri başlayır qabarmağa, üstünlük təşkil etməyə. Niyə? Çünki yumurtaqlardan ifraz olunan estrogenlər dopamini, ondan sonra serotonini ifrazını tənzimləyir. O da qadının əhval-ruhiyyəsinə, özünü yaxşı hiss etməsinə çox böyük təsir edir. Bundan əlavə, estrogen deyir, damarların divarını elastikliyini saxlayır, xolesterin miqdarını orqanizmdə tənzimləyir. Ona görə də bunların miqdarı kəskin olaraq aşağı düşəndə ürək-damar sistemi xəstəlikləri, tromboza meyillik, xolesterin miqdarı artır, damarlarda ateroskleroz, bu da əlbəttə ki, böyük problemlərə qadınlarda tromboz və infarkt xəstəliyini gətirib çıxarır. İndi burada bunun həllində ən böyük problem nədən ibarətdir? Mən onu deyim, qadınlar heç vaxt fikirləşmir ki, mən klinikistayım, bir həkimə müraciət edir. Özünü pis hiss eləyir, isti basmaları olur, gecə tərləmələri, yata bilmir, aqressiv olur və müraciət edir nevropatoloqa. Nevropatoloq əlbəttə ki, burada ona digər dərman preparatlar təyin edir, səki təşkili təyin edir, amma bunun bir açarı var, qadına əvəzedici hormonal terapiya lazımdır. Və yaxud da ürək nahiyəsində ağrılar olur, ürək döymələri artır, deyir ki, mən həyəcanlanıram, ürək döyməm artır və yaxud da dilinin altında hər bir tabletdən istifadə edir ki, bu məni sakitləşdirsin. Və bir-birlərinə də məsləhət edirlər. Klinik dövrünü yaşayan qadınlar bir-birinə məsləhət edir ki, həkimə getməyin, heç zaman hormon almayın, onun bir yerə xeyri varsa, bir yerə ziyanı var və ürək-damar sistemi xəstəliklərindən, sinir sistemi xəstəliklərindən, vegetativ simptomlardan əziyyət çəkilir. Mən nə deyim? Əziz xanımlar, klinik dövründə olan xanımlar, siz bu isti basmalara, ürək ağrılarına, bunlara dözməli deyilsiniz və dözmə məcburiyyətində də deyilsiniz. Sadəcə burada maarifli olmaq lazımdır. Həkimə müraciət etmək lazımdır. Biz seçirik qadınlara əvəzedici hormonal terapiya yazıq. Bu kimlərə lazımdır? Birinci növbədə qadının qalxanları vəzini yoxlayırıq, süd vəzlərini yoxlayırıq, qaraciyər funksiyasını yoxlayırıq, uşaqlıq boyu yoxlayırıq. Əgər hər şey normal faydası varsa, əvəzedici hormonal terapiya veririk. O dediyimiz xəstəliklərin də xeyli riski aşağı düşür. Bu əsasən neçə yaş aralığı?